Hər vaxtınız xeyir. Hər birinizi Qadın kanalında xoş gördük. Bugün sizinlə bərabər mannik adlanan pirogu hazırlayacağıq. Bunun üçün bizə nə lazımdır? 1 stəkan şəkər tozu, 100 qram yağ, 1 stəkan manna, 2 ədəd yumurta, 1 stəkan un, 1 stəkan xama, yarım çay qaşığı soda. Qeyd etmək istəyirəm ki, bütün məmulatlar bu stəkanla ölçülüb. Hər biri bu stəkanın ölçüsü ilə götürülüb. Başlanğıc üçün 2 ədəd yumurtanı bir qaba sındırırıq. Və üzərinə 1 stəkan şəkər tozunu əlavə edirik. Və onları mikserdə qarışdırırıq. Deməli, biz yumurta ilə pesoku şəkər tozunu ağarana qədər qarışdırdıq. Üzərinə mannanı əlavə edirik. 1 stəkan, bir daha xatırladıram. Və 1 stəkan da unu. Unu eləmişik, onu da qeyd edim. Və yenidən mikserlə onları yaxşı qarışdırırıq. Yarım çay qaşığı sodanı həll edirik xamanın içində. Xamaya əlavə edirik və onu qarışdırırıq. Daha sonra yağ əlavə edirik. Əgər yağ sizdə otaq temperaturunda qalıbsa, onda onu bıçaqla belə xırda-xırda bölüb əlavə edə bilərsiniz, yaxud da bir azca əridə bilərsiniz. Və sonra bunu yenə mikserlə qəşəng qarışdırırıq. Və son olaraq 1 stəkan xamanı qarışığa əlavə edirik. Və mikserlə qarışdırırıq. Pirogu bişirəcəyiniz qabı yağlayırsınız. Biz pirogu multivarkada hazırlayacağıq və xəmiri ora əlavə edirik. Deməli, qabı multivarkaya yerləşdirdik. Bizdə peç funksiyasıdır, amma əksər multivarkalarda VPeçka yazılır. Deməli, burada temperaturu biz seçirik 180 dərəcə və bizdə 180 dərəcə 45 dəqiqə göstərir. Əgər siz bunu sobada hazırlayacaqsınızsa, onda elə 180 dərəcədə təxminən 40 dəqiqəyə belə hazırlaya bilərsiniz. Beləliklə bizim piroq hazırdır artıq. Gördüyünüz kimi, gördüyünüz formada. Bunu öz zövqünüzə uyğun bəzəyə bilərsiniz, əlavələr edə bilərsiniz. Əlbəttə ki, biz cem əlavə edəcəyik. Piroqu 2 hissəyə böləcəyik və sonra da əlimizdə olan cemdən istifadə edəcəyik. Biz əncir cemi istifadə edəcəyik. Siz əlbəttə ki, öz ağız dadınıza uyğun olan cemdən istifadə edə bilərsiniz. Bizim bugünkü reseptimiz. Əgər reseptdən razı qaldınızsa, videomuzu bəyənməyi unutmayın. Növbəti video reseptlərdə görüşmək ümidilə. Hələlik!